Səhər tezdəndir, saat 7-dir. Bismillah deyib çıxırıq gedək bazara. Aqua sifarişlərimizi icra eləməyə gedirik. Alaq görək nə ala bilirik. Deməli, çatdıq regionun ən böyük maşın bazarına, Dubayın bazarı. Gəlirik burada da maşınları yoxlamağa. Tapmışıq maşınları, yoxlayırıq, seçirik. Qardaşım, bunun açarı belədir, bu dibillər. Bunun açarını itirib belə bir açar çıxardıblar. Bunda çipi olmayan da üstündə xodlanmayacaq bu. Bunun açarı yoxdur, bu xodlanmayacaq, problemli şeydir, bunu başını buraxaq. Burada pas izləri var, görürsən burada. Vay, vari belə də. Burada da maşının birincisini alırıq, 19.800 dirhəmə. Sonra gedirik inşallah ikincisini almağa. Gedirik gözəli almağa. Bu maşınımızı da alırıq. 19'un Aquası 74-84 min probegi var. 19.500 dirhəmə də bunu alırıq. Aqua bazarından maşınlarımızı aldıq. 2 dənə maşın alabildik. Allah'ın izni ilə. İndi gedək şarjaya görək. Amerikan maşınlarından maraqlı nə var? Bunlar da gəlir yəqin ki taksiyə, Abu Dhabi taksiyə. Saxıya 25 kəmirlər taksiyə gedir. Maşınları çəkirdim, yolda azdım. Sağa girməliydim, girə bilmədim. Gəlib çıxdıq yenə şarjamıza, gedək görək bugün nə maşınlar var auksionlarda. Adam yiyənlər var. Burada gecələr adamlar döyürlər. Burada adam yiyirlər. Fədəyə gedək, fədəyə çəkək. İndi də gəlmişik Acmana, Haninin yanına, Koreya maşınları olan yerə. Bir dənə maşın var, onu yoxlamağa gəlmişik. Göndəririk. Kimlə göndəririk? Mən onu əlaqə saxlatdıra biləm, yaxşımı? Amerikadan gələn maşınlarımızı götüzdürür Portidən. Yerlilərin görən kimi də ləhcəni xodlayır. Bunlar da dalaşırlar. Bir dənə belə maşın var. Nəyin yeridir bilmirəm. Yəni bu maşına necə baş verib hadisə? Bunlar davasını qutarsaydılar. Hələ də tutuzdura bilmirik ki, bura nə dəyib, bu nə razım eridir belə bu. Dağın qumu genə var, qalxıb göylərə. Hər tərəf tozun torpağın içində. Gün də qızarıb. Gün də qızarıb qumun altında. Yerə baxın hələ. Sibirdə qar. Həmin şeydir. Bunlar da qum oynayır. Burada da məscidin yanında, hər məsciddə